Xoş gördük əziz dinləyicilər. Bu günlər çox sensasiyon hadisələr baş verir və diktatura rejimləri üçün də çox ibrətlik və dünya üçün də çox ibrətlik bir hadisədir. Bu günləri Amerikanın Karakasa zərbə endirdiyindən danışdığımız bir vaxtda artıq Trump məlumat verdi ki, Maduro da, onun yoldaşı da tutulublar və ölkədən xaricə çıxarılıblar. Amerika silahlı qüvvələri bildirmiş ki, desant qüvvələri Karakasa enib. Və bu bir daha ortaya qoydu hansı məsələni, diktaturaların nə qədər zəif, nə qədər mənasız, yüz illərlə hakimiyyətdə qalmalarına baxmayaraq çürük bir rejim olduqlarını üzə çıxartdılar. Bu hadisədən sonra Amerikanın Venezuela zərbəsindən sonra yenə bəzi insanlar ortaya çıxdı ki, Amerikanın ayağı hara dəyibsə oranı məhv eləyib. Baxın. Fərqlidir. Amerikanın ayağı dünyada heç bir kəsə etmədiyi atom silahıyla Yaponiyaya atıb, Yaponiyanın müttəfiqi olub. Bugün dünyada ən inkişaf etmiş ölkə Yaponiyadır. Bəs necə oldu? Deyirdiniz Amerikanın ayağı dəydiyi yerlər inkişaf eləmir. Bəli, Amerikanın ayağı dəydiyi diktaturalar inkişaf eləmir. Diktaturalar başqa şeydir. Öz ölkələrinə, öz xalqlarına diktatura xidməti eləyənlər heç vaxt inkişaf eləməyəcək. Amerika Cənubi Koreyanı 1951-ci ildə Rusiya Sovetindən, Çin kommunistlərindən qurtarmaqla bugün Cənubi Koreyanın necə inkişaf etdiyini görürsünüz. Amerikanın müttəfiqidir. Bu günləri kiçik Tayvana Amerika kömək etdi, demokratik Tayvana kömək etməklə bugün Çin belə o kiçik Tayvanın həsrətindədir. Bəs deyirsiniz Amerikanın ayağı dəydiyi yerlər inkişaf eləmir. Amerikanın ayağı dəydiyi yerlər hamısı faciədir. Amerikanın ayağı dəydiyi yerlər müsəlman ölkələr hamısı diktaturaydılar. Zaten Saddam Hüseyn Irak'ı məhv etmişdi. Amerika'da geldi Saddam Hüseyin'i götürdü. O məhv etmeye yine devam etti. Çünkü diktaturaydı, zaten məhv edirdi. Şiələri kütləvi öldürürdü, Kürdləri kütləvi öldürürdü. Və yaxud da Qəddafi olsun və yaxud da digərləri olsun. Diktaturalar məhv edilməyə məhkumdular. Diktaturalar elə bir rejimdilər ki, onu bu və ya digər səviyyədə kimlərsə məhv edəndə və dünya da susacaq. Niyə görə? Çünki diktatorların heç bir yerdə hörməti yoxdur. Dünya çox gözəl başa düşür ki, bugün Amerikanın etdiyi əlbəttə ki, qanuna uyğun hərəkət deyil. Bir suveren ölkəyə təcavüzdür. Amma o ölkənin rəhbəri diktatura olduğuna görə, xalqlar ondan əzab-əziyyət çəkdiyinə görə dünya sanki baş verməmiş kimi keçir. Baxın, diktaturanın hörmətsizliyi budur. Çünkü dünya da başa düşür ki, orada zaten Venezuela xalqı əziyyət çəkirdi. Bir işğalçı sənin ölkənə hücum eləyir və sənin xalqın sevinirsə buna, sən məhvsən, sən hökumət deyilsən, sən zaten alçaqsan və sən məhv olunmaya məhkumsan. Bu günləri işğalçı Amerikanın hamısı alqışlayır ki, yaxşı elədin, 30 ildir, 50 ildir Venezuela xalqı məhv olurdu orada. Bugün Venezuelada kifayət qədər yaxşı müxalifət var. O müxalifəti seçki nəticəsində hakimiyyətə gətirsələr, çox ciddi surətdə Venezuela inkişaf edəcək. Bugün Amerikanın müttəfiqliyini nəyi qorxuludur ki? Bugün Amerikanın müttəfiqliyi diktatorlar üçün qorxuludur. Diktatorlar üçün. Mən burada Amerikanın tərəfini saxlamıram. Amerika süddən çıxan ağ qaşıq deyil. Amma nəzərə alın ki, heç bir demokratik ölkəyə qarşı belə bir hadisə baş verə bilməz. Bəlkə bilirsiniz, bilirsinizsə yazın rəylərdə, mən də bilim. Heç bir demokratik hökumət. Çünki demokratiyalarda problemləri həll etmək vasitələri heç vaxt tükənmir. Amma diktatura özü tükənmişliyidir. Diktatura özü qaranlıq çevrədir, bağlanmış çevrədir. Orada heç bir məsələni həll edə bilməzsən. Çünki orada yalnız və yalnız diktatorun öz kreslosunu qorumaq maraqları var. Bundan kənarda heç bir maraq yoxdur. Venezuela dünyanın ən inkişaf etmiş neft, birinci yerdə neft yanacağına sahib olan ölkəsi olmaqla dünyanın ən acı ölkəsi idi. Bunu kim eləmişdi? Bunu Amerika mı eləmişdi? Xeyr, bunu diktatura eləmişdi. Bunu diktatorlar etmişdi. Saddam Hüseyn də elə, Qəddafi də elə. Onlar da çox yaxşı sərvətləri vardı, amma inkişaf edə bildilər mi? Ona görə də demokratiya qaçılmazdır. Diktatura isə istənilən zərbəyə məhkumdur. Diktatura isə istənilən vaxt təcavüzə malik idir. İstənilən diktaturaya təcavüz etmək mümkündür. Diktatura bu qədər zəifdir. Ona görə də bütün dünyada Rusiyanın müttəfiqləri olan avtoritarlar, o diktatorlar düşünməlidirlər. Bu günləri Venezueladan dərs almalıdırlar. Bu günləri Bəşər Əsəddən dərs almalıdırlar. Saddam Hüseyndən dərs almalıdırlar. Heç bir vaxtı, hər saniyənin bir hökmü var. Hər an vəziyyət dəyişə bilər diktatorlar üçün. Ona görə də bu günləri düşünüb xalqının rəhbərinə, xalqının sevilməsinə çevrilmək lazımdır. Bugün Amerikanın o möhtəşəm hərəkatı nəticəsində artıq Maduro və onun arvadı fakt olaraq bugün tarixə keçdi ki, rədd olub ölkədən çıxarılıblar.
Bu gün Venezuela xalqı sevinir. Ona zərbə vururlar, o sevinir. Onun başına bomba tökürlər, amma o sevinir. Niyə? Çünki diktator da o xalqa əzab verirdi. Xalq düşünür ki, eybi yox, qoy mənim başıma bomba düşsün, amma heç olmasa bundan sonra mən normal yaşaya bilim. Təşəkkür edirəm diqqətinizə görə.